Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə növbəti sınavımızın izahına baxırıq. Lakin sınavın izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Bizim bu suallar, deməli, rasional ifadələr mövzusuna aid güvəndən seçilən suallardır. Görək, burada hansı tipli suallar qarşımıza çıxır. Birincidə yazıb ki, bax, verilən bu ifadəni sadələşdirin. Biz diqqətlə baxsaq, yuxarıda görəcəyik ki, x və y dəyişənləri nədir? Ortaq olan dəyişənlərdir. Buna görə ortaq vurğu çıxardacağıq mötərizənin xaricinə. Həm də yadınızda saxlayın ki, mötərizə xaricinə, yəni eyni dəyişənlərin üstü kiçik olan çıxarılmalıdır. İndi y-ı çıxartmışsınız, bu x kvadratından da bir dənə x-i çıxartmışsa, deməli 1 qalacaq. Minus, bu x-i çıxartmışsınızsa, y kvadratından 1-i çıxarılıbsa qalacaq burada bir dənəsi. Yəni, surətdə ortaq vuruğu mötərizə xaricinə çıxardanda x, y qalır, x çıxılsın y. İndi baxaq məxrəcə. Məxrəcdə isə ortaq olan y-dir. Deməli, y-ı çıxardırsınız mötərizənin xaricinə. Qalır burada x çıx y. Bax, bu da bərabərdir. X minus y, x minus y. Bunlar ixtisar gedir. Həmçinin buradakı y-la da buradakı ixtisar gedir. Bax, məxrəcdə heç nə qalmadı. Hamısı ixtisar getdi. Surətdə isə təkcə x qalıb. Deməli, bu ifadənin sadələşdirəndə cavabı x-ə bərabər olmuş olur. Birinci sualda testimizin doğru variantı olur Y bəndi. Keçək ikinci suala. Yenə deyir ki, bu ifadəni sadələşdirin. Gəlin surətdən, bax, a kvadrat çıxılsın 4a-dan. A-nı çıxardırsınız mötərizənin xaricinə. Nə qalır burada? A çıx 4. Burada da, bax, aşağıda da A-nı çıxardırsınız mötərizənin xaricinə. Nə qalır burada? A üstə gəl 4. Vurulsun. Keçdik bu tərəfə. Bu tərəflə bir işiniz yoxdur. A üstə gəl 4 surətdə olur. A çıx 4 məxrəcdə olur. Bu da bərabərdir. Bax, bu açıq 4 ilə bu açıq 4 ixtisar gedir. A üstə gəl 4 ilə A üstə gəl 4 ixtisar gedir. Bu A ilə də A ixtisar gedir. Düzgün cavab sadəcə 1-ə bərabər olmuş olur. Deməli, ikinci sualda testimizin doğru variantı olur A bəndi, A variantı. Keçək növbəti suala. Baxırıq burada üçüncü suala. Deyir, toplamanı yerinə yetirin. Baxın, bunun məxrəci A üstə gəl 2-dir. Gəlin A kvadrat çıx 4-ü sadələşdirək. Bunu necə sadələşdirəcəksiniz? Baxın, 4-ü 2-nin kvadratı formasında yazsaz, sanki A kvadrat çıx B kvadrat müxtəsər vurma düsturunu yazmışıq. Deməli, bir dəfə yazmalısınız ki, A çıx 2, bir dəfə yazmalısınız ki, A üstə gəl 2. Bax, bu məxrəci yazırsınız. Deməli, birinci kəsir olduğu kimi qalır. A üstə gəl 4. Bölünsün A üstə gəl 2. Üstə gəl. Buraya yazırıq 8. İndi burada da fikir verin. Deməli, A kvadrat çıx 4-ü müxtəsər vurma düsturu kimi bir dəfə A çıx 2 kimi yazdıq. Bir dəfə A üstə gəl 2 kimi yazdıq. Bərabərdir. İndi bunları ortaq məxrəc götürmək lazımdır. Ortaq məxrəc yazanda isə hər zaman vuruqlardan birini yazırsınız. Yəni, hər vuruqdan bir dənə götürürsünüz. Bax, A çıx 2-ni bir dəfə yazırsınız. A üstə gəl 2-ni bir dəfə yazırsınız. Hər vuruqdan bir dəfə. Ortaq məxrəci birinci kəsir məxrəcinə böləndə və A üstə gəl 2-yə böləndə nə qalır burada? Bir dənə qalır A çıx 2. Deməli, bu A üstə gəl 4 vurulmalıdır A çıx 2-yə. Daha sonra ortaq məxrəci ikinci kəsir məxrəcinə böləndə hamısı ixtisar gedir. Qalır 1. Biri də 8-ə vuranda olur 8. İndi gəlin surətin açılışını yazaq. A-nı vurursunuz A-ya. Eləyir A-nın kvadratı. A-nı vurursunuz mənfi 2, olur mənfi 2A. 4-ü vurursunuz A-ya, olur üstə gəl 4A. 4-ü vurursunuz mənfi 2, olur mənfi 8. Üstə gəl 8 qalır öz yerində. Bölünsün. Məxrəcə nə yazılıb? A çıx 2, A üstə gəl 2. Bərabərdir. Bax, bu müsbət 8 ilə mənfi 8 islah olundu, getdi. Qalır burada A kvadrat. İndi 4A-dan da 2A-nı çıxanda eləyir müsbət 2A. Bax, fikir verin. Əgər siz burada A-nı mötərizə xaricinə çıxartsanız, bu olur A üstə gəl 2. Bax, surətdə bu hissəni həll eləyəndə olur A kvadrat üstə gəl 2A. Və siz A-nı mötərizə xaricinə çıxarda bilərsiniz. Qalar burada A üstə gəl 2. Məxrəci də olduğu kimi yazırsınız. A çıx 2. Burada yazıram A üstə gəl 2. Deməli, bu A üstə gəl 2 ilə bu A üstə gəl 2 ixtisar gedir. Yuxarıda sadəcə qalır A, aşağıda da qalır A çıx 2. A bölünsün A çıx 2. Bəli, üçüncü sualda testimizin düzgün cavabı olur B bəndi, B variantı. Keçək növbəti suala. Silirəm buranı.
Baxırıq 4-cü suala. Deyir, A çıxılsın 1 bölünsün A bərabərdir 3 olarsa, bu A kvadrat üstə gəl 1 bölü A kvadrat neçə olar? Aydın məsələdir ki, baxın, A-nı kvadrata yüksəldəndə A kvadrat olur və ya 1 bölü A-nı kvadrata yüksəldəndə 1 bölü A kvadrat olur. Deməli, bizə verilən ifadəni nə etmək lazımdır? Hər iki tərəfini kvadrata yüksəltmək lazımdır. Və kvadrata da yüksəldirsinizsə, deməli, müxtəsər vurma düsturunu tətbiq edirəm. Bax, birincinin kvadratı çıxılsın. 2 vurulsun birinci ilə ikinci hasili, üstə gəl ikincinin kvadratı. Bu da bərabərdir 3-ün kvadratı 9-a. İndi olacaq A kvadrat, baxın bu A ilə bu A gedəcək. Çıx 2, üstə gəl 1 bölü A kvadrat bərabərdir 9-a. İndi bu mənfi 2 ədəddir də, bunu 9-un yanına gətirsə işarəsini dəyişməlidir. Yəni üstə gəl 2 olmalıdır. Buradan belə başa düşürük ki, A kvadrat üstə gəl 1 bölü A kvadrat 9 üstə gəl 2, yəni 11-ə bərabər olmuş olur. 4-cü sualda testimizin düzgün cavabı olur C bəndi, C variantı. Baxırıq 5-ci suala. 5-ci sualda, baxın, surətdə AX ortaqdır. Çünki A üstü 3-dür, bu A üstü 1-dir. X üstü 1-dir, bu da X üstü 1-dir. Yəni, ortaqlar eyni olanların üstü kiçik olanlardır. A üstü X-i yazdıq. Nə qalır burada? Bax, X-i çıxartmışsınız. A kubundan da bir dənə A-nı çıxartmışsınız. Qalır burada A-nın kvadratı. Bunu da çıxartmışsınızsa yerində 1 qalır. Bölünsün AX, vurulsun 1 çıx A-nın kvadratı. Bərabərdir. Bu AX-lar ixtisar gedir. Surətdəki A kvadrat çıx 1-ə, yəni əslində A kvadrat çıx 1-in kvadratı kimi baxmalıyıq. Bu da A kvadrat çıx B kvadrat deməkdir. Bir dəfə yazılmalıdır A çıx B, bir dəfə yazılmalıdır B deyəndə, yəni burada 1 yazmalıyıq. Bir dəfə yazmalıyıq A çıx 1, bir dəfə yazmalıyıq A üstə gəl 1. Məxrəcdəki ifadədə bax fikir verin. Dərəcəsi kvadrat olduğuna görə mən burada yer dəyişmə apara bilirəm. Yəni A çıx 1-in kvadratı kimi yaza bilirəm. Yenə deyirəm, yalnız və yalnız dərəcə cüt olduğuna görə bunu eləmək olur. Tək olsaydı eləmək olmazdı. Bu da bərabərdir. A çıx 1 ilə bu bir dənəsi ixtisar gedir. Surətdə qalır A üstə gəl 1, məxrəcdə qalır A çıx 1. A üstə gəl bölünsün A çıx 1. Bəli, 5-ci sualda testimizin düzgün cavabı C bəndi, C variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq burada deməli 6-cı suala. Yəni, ağ vərəqdə keçirdək bu tərəfə. Görək 6-cı sual bizə nə deyir? Yenə, belə bir ifadə verilib, özə kəsrlərin bölünmə qaydası. Əvvəlcə sadələşdirək, ondan sonra vurğularını ayırarıq. X, daha doğrusu ondan sonra tərsinə çevirərik. X kvadrat çıx 9-u müxtəsər vurma düsturu kimi açsaq, bir dəfə X çıx 3, bir dəfə də X üstə gəl 3 yazmalıyıq. İndi məxrəcədə bax fikir verin, X kvadrat çıx X çıx 6 yazılıb, düzdür? Gəlin Viet teoreminə əsasən bunun köklərini fikirləşək. Necə fikirləşəcəksiniz? Viet bizə deyir ki, bir-birinə vuranda mənfi 6 eləməlidir. Amma bir-biri ilə toplayanda ikincinin əksi, yəni müsbət 1-ə bərabər olmalıdır. Bu da bizdə 3 və mənfi 2 ədədlərdir. 3 və mənfi 2. Bax, fikir verin, 3-ü vuranda mənfi 2-yə mənfi 6 eləyəcək. 3-ün də üstünə mənfi 2 gələndə 1 eləyəcək. Və yenə deyirəm, yadda saxlamaq lazımdır ki, vurğulara ayıranda mütləq ortada çıxma işarəsi olmalıdır. X çıxılsın X1, X çıxılsın X2. Ortada nə olmalıdır? Çıxma olmalıdır. Ya bir dəfə indi X çıx 3 yazacaqsınız. Bir dəfə də normalda X çıx mənfi 2 yazmalısan. Amma bu mənfi, həmin bu mənfiyə təsir eləyəcək, onu üstə gələ çevirəcək. X üstə gəl 2. Bölünsün. Burada 5-i çıxardırsınız mötərizənin xaricinə. Qalır nə? X üstə gəl 3. Məxrəcdə isə X-i çıxardırsınız mötərizənin xaricinə. Qalır X üstə gəl 2. Bərabərdir. İndi sadələşdirək. Burada elə X minus 3-lər ixtisar gedir. Bunu indidən aparın. Qalır nə? X üstə gəl 3, bölünsün X üstə gəl 2. Bölmə zamanı bölməyə vurmaya çevrilir. Surət məxrəc yerini dəyişir. 5 vurulsun X üstə gəl 3, düşür məxrəcə. X vurulsun X üstə gəl 2, qalxır surətə. Bu da bərabərdir. Bu X üstə gəl 3 ilə bu X üstə gəl 3 gedir. Bu X üstə gəl 2 ilə də bu gedir. Və surətdə sadəcə X qalır, məxrəcdə isə sadəcə 5 alınmış olur. Deməli, 6-cı sualda düzgün cavab X bölü 5, yəni testimizin düzgün cavabı A bəndi, A variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq 7-ci suala. Bunları ortaq məxrəcə gətirmək lazımdır. Ortaq məxrəcə gətirəndə olur AB. AB-ni B-yə bölürsən, B-lər ixtisar gedir. Qalır bir dənə A. A-nı da A-ya vursan yer A-nın kvadratı. AB-ni A-ya bölürsən, A-lar ixtisar gedir. Qalır B. B-ni də B-yə vursan yer B-nin kvadratı.
İndi gəlin bunu yazaq. Vurulsun. Bu da tərsinə çevrilməlidir axı. A çıx B düşür məxrəcə. AB də qalxır surətə. İndi bu AB ilə bu AB ixtisar gedir. Məxrəcdə sadəcə A çıx B qalır. İndi yuxarıdakı da müxtəsər vurma düsturudur. Bunun açılışını yazsam. A çıx B, A üstəgəl B. Deməli, burada A çıx B'lər ixtisar gedəcək. Sadəcə düzgün cavab A üstəgəl B alınmış olacaq. Yəni 7-ci sualda testimizin düzgün cavabı olur A bəndi, A variantı. Keçək növbəti suala, yəni 8-ə. Deyir ki, x-in hansı qiymətində bu ifadənin mənası yoxdur? Və yadda saxlayın. İfadənin mənasının olmamağını istəyiriksə, məxrəci sıfıra bərabər etməliyik. Yəni, bu qaydada hansı halda kəsrin bu ifadənin mənası olmaz? Məxrəc sıfıra bərabər olarsa. X çıx 4 sıfırca 4-ü atırsan bu yana x bərabər olur 4-ə. Deməli, x-in hansı qiymətində? X-in 4 qiymətində məxrəc sıfıra çevriləcək. Bu da demək ki, ifadənin mənası yoxdur. Ona görə 8-ci sualı testimizin düzgün cavabı olur Y bəndi, Y variantı. Keçək növbəti suala. 9. Bu çoxhədlər üçün Px bərabərdir Qx olarsa A üstəgəl B üstəgəl C. Baxın, Px-i yazıram əvvəlcə. A çıx 1-in x kvadratı. Üstəgəl Bx üstəgəl C. İndi bunun da altında Qx yazacağım. 3x kvadrat çıx 5. Çıx 5. Aha. İndi uyğunluğa baxaq. Bax, x kvadratın qarşısında dayanan əmsal A çıx 1. Deməli, x kvadratın qarşısında dayanan əmsal 3 olacaq. Hansı ki, bu A çıx 1 əgər 3-ə bərabərdirsə, buradan A-nın qiyməti 4-ə bərabər olmuş olur. A-nın qiyməti 4-dür. İndi B-yə baxaq. Axı, bu x-in qarşısında dayanıb. Burada siz x görürsünüz, nəsə x-in qarşısında dayanan? Yox. Yoxdursa, deməli, B bərabərdir burada 0-a. Qaldı bir dənə C. C də özü deyir ki, artıq nəyə bərabərdir? -5-ə bərabərdir. A-nı tapdıq 4, B-ni tapdıq 0, C-ni tapdıq -5. Bizə deyir ki, A, B, C cəmini tapın. 4-ün üstünə 0 gələndə 4 eləyir. O 4-ün də üstünə -5 gələndə -1 alınmış olur. Yəni, 9-cu sualda testimizin düzgün cavabı B bəndi, B variantı alınmış olur. Və nəhayət baxırıq 10-cu suala. 10-cu sualda bizə deyir ki, aşağıdakılardan hansı x üstü 4, üstəgəl 4 ifadəsinin vurğularıdır? Sadələşdirmək lazımdır. X üstü 4-ü x kvadratının kvadratı yazırsınız. Həmçinin 4 ədədində 2-nin kvadratı yazırsınız. 2-nin kvadratı. Aha. İndi burada nə görürük? A kvadrat üstəgəl B kvadrat müxtəsər vurma düsturunu görürük. Çıxmadan istifadə edərək yazacağım. Yəni A çıx B-nin kvadratı üstəgəl 2AB. Ya da yəni üstəgəl 2AB ilə getməyək. Birinci bu üstəgəlməyə, buranın üstəgəli ilə buranın çıxma ilə. Çünki bilirsiniz niyə görə? Buranın çıxma ilə yenə gətirib hansısa bir müxtəsər vurma düsturundan çıxarmış olsun. İndi bu ifadə bərabər olmalıdır. Əvvəlcə özləri, yəni x kvadrat üstəgəl 2-nin kvadratı, daha sonra 2AB. Yəni, bax, 2-ni vurursan birinci yerdə dayanan, onu da vurursan ikinci yerdə. Bu da eləyir 4x-in kvadratı. İndi mən bu 4x-in kvadratını nəyin kvadratı kimi göstərə bilərəm? Deyirsiniz ki, 2x-in kvadratı kimi göstərə bilərik. Yazıram bura, 2x-in kvadratı. Bax, yenə eyni qaydaya gəldi, fikir verin. A kvadrat çıxılsın B kvadrat. Bir dəfə olduğu kimi yazmaq lazımdır. Yəni, A üstəgəl B. Üstəgəl 2x. Bir dəfə isə, bəli, deməli, belə yazırsınız da, x kvadrat üstəgəl 2 çıxılsın 2x. Bir dəfə də A çıx B ilə yazırsınız. Bax, x kvadrat üstəgəl, bax, x kvadrat çıx 2x üstəgəl 2. Fikir verin. X kvadrat çıx 2x, bunu qabağa gətiriblər. Üstəgəl 2. Bir də var ki, x kvadrat üstəgəl 2x, aha, baxın 4-cüyə. X kvadrat, yenə 2x atıblar qabağa, üstəgəl 2x, üstəgəl 2. Amma halbuki, deməli, bax, bu da x 4 üstəgəl 4 ifadəsinin vuruqlarıdır. 3 və 4, yəni testimizin düzgün cavabı Y bəndi, Y variantı alınmış olur. Belə. Bu da bizim oldu deməli 10-cu sualımızın izahı. Ümumiyyətlə, müxtəsər vurma düsturlarında və ya bunların çevrilməsində, ixtisarda, mötərizə xaricini çıxartmada boşluqlarınız varsa, bax, vaxt itirmədən onları elə bugün deməli düzəltməyə çalışın uşaqlar. Bir daha xatırlatmaq istəyirəm ki, son olaraq sizlər də bizim həm ödənişli, həm ödənişsiz, daha sonra yeni açılan qruplarımızda iştirak etmək istəyirsinizsə, bax, ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər, sağ olun.